aldığım təhsil, qoyduğum investisiya, professor 3 ölkənin necə ola bilər ki, mən bir sahada mən indi Rüfət mənim bilirdə bir saatın qiymətini deməyəcəm. Mühacirənin qiyməti. Bunu deyimsə, ortalama 20-30 manat. Professorun ortalama 20-30 manat. Müğənni ən aşağı belə deyək də statusdur. Heç bir təltifi, fəaliyyəti, konservatoriya eğitimi. Məşhurluğu olmayan. Heç bir. Sadəcə gözəllik salonunda oxuduğu sırada kimsə bunun səsini yazmış, TikTok vasitəsilə ictimaiyyətə çatdırmış, həmən axşam dəvət edilmiş toylara və s. 20 min, 25 min və s. Və mən buna etiraz əlaməti olaraq iştirak etmirəm. Mən özümə sual verirəm. Mənim fəaliyyətimdən çox başqasının əməyini qiymətləndirmək öz əməyimə qarşı olan sayğısızlıqdır.